işlərdir. Rəngli sabunlarım. Səhvənizin adı illər keçdi, amma dəyişmədi. Çünki artıq o brendlə tanınmışam deyə çox adam mənə deyir ki, Qönçə Səyfəvin adını bəlkə Dekor by Qönçə olaraq eləyəsən və yaxud Qönçənin heykəlləri eləyəsən. Amma Səyfəm rəngli sabunlarım kimi tanınıb. Bilirsiniz də, sabunlarla gəlmişəm mən sizin efirə. Bəli. Amma Səyfənin adını dəyişə bilmirəm. Bəs bir söz soruşum. Sabunlara daha çox tələbat var, yoxsa heykəllərə? Son zamanlarda heykəllərdə daha çox maraq var. Bəs daha çox heykəlləri hazırlamaqdan zövq alırsınız, sabunları? Yox, onları mən ayrı eləyə bilmərəm. Onlar İkisi də ikisi də mənim mənim övladlarımdır, ayrı eləyə bilmirəm. İkisi də övladım kimidir. Hərəsinin ayrı xüsusiyyəti var, hərəsindən ayrı zövq alıram. Bir söz soruşum. Bax, bunun elementar daş tozundan hazırlanır, deyirsiniz, düzdür? Hazırlanması, quruması təxmin nə qədər zaman alır? Əslində şeyi görmür, heç qoxu yoxdur. Qoxu ən sonda olur da. Qoxularımız sonda rənglənir, bitir, qutarır. Ondan sonra ətirlənirlər. Bəh, burnu artıq gəlir. Bu üstünə belə laklayıram ki, parıldasın. Yəni o zövq məsələsi. İstəyən olur ki, deyir ki, mən mat rəng sevirəm. Parıltı daha gözəl görünür. Amma mən parıltılı daha çox sevirəm. Mən parıltı vurmuşam bu dəfə efirə gələndə. Bu bizim, deyim ki, zinət əşyası qoymaq üçün istifadə edirlər xanımlar. Çox gözəldir. Amma bunları da üstünə qoymaq olar, belə. Bəylə gəlinə belə hədiyyə verə bilərsiniz. Eləmək olur. Görməkçi hediyyələr veririk biz bugün sizə. Bugün deməli canlı efirimizdə bunu boyamasını eləyəcəyik. Canlı efirdə elə bir boğulanımızı siz üçün boyayacam. Bu hazırıdır. Əvvəl versiyası, sonra versiyası. Bəs lakımız hansıdır? Bu dəfə parlağımız var deyə